Salam hörmətli izləyicilər, hər birinizi xoş gördük. İmtahan verilişinin yeni mövsümünə start veririk. Mütəmadi olaraq Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarla bağlı verilişlər çəkəcəyik və izləyicilərə təqdim eləyəcəyik. Bu həftə sonu Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı almaq üçün imtahanın birinci mərhələsi keçiriləcəkdir. Ona görə də bugünkü mövzumuzu həmin imtahanları həsr eləmişik. Studiyamızın qonağı Dövlət İmtahan Mərkəzinin yoxlama ölçmə materiallarının işlənməsi departamentinin böyük məsləhətçisi Faiq Abdullayevdir. Faiq müəllim, xoş gəlmisiniz. Xoş gördük, xanlar müəllim. Faiq müəllim, mən istərdim elə peşəkar mühasib sertifikatı imtahanının özündən, bu imtahan nə üçün keçirilir, kimlər bu imtahanı verə bilərlər, bax bununla bağlı bir məlumat təqdim eləyəsiniz. İzləyicilərimizi salamlayıram. 2018-ci ildə mühasibə haqqında qanunda edilmiş dəyişikliklə dilimizə peşəkar mühasib sertifikatı imtahanları, terminləri daxil oldu. Və həmin imtahan əhdə dairəsi olan şəxslər müəyyənləşdi. Bununla paralel Nazirlər Kabinetinin 22 may 2019-cu il tarixli 237 nömrəli qərarı qüvvəyə mindi və bu qərarla imtahanların aparılması texnologiyası müəyyənləşdirildi. Bəli. Belə ki, payların nəzərə sərf dövlətə məxsus olan qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla digər ictimai əhəmiyyətli qurumların, publik hüquqi şəxslərin, iri və orta sahibkarlıq subyektlərinin və büdcə təşkilatlarının baş mühasibləri peşəkar mühasib olmalıdırlar. Yəni onlar imtahan verib sertifikat almalıdırlar. Bəli, peşəkar mühasib kimə deyilir? Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən peşəkar mühasib sertifikatı imtahanlarında iştirak edib uğur qazanıb sertifikat almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxslər sayılır. Sertifikat almaqla yanaşı həmçinin müvafiq təşkilatlara üzv olmaq da tələb olunur. İmtahanın strukturu necədir? 2 mərhələli olmalıdır, səhv eləmirəmsə imtahan. Deməli, imtahan 3 istiqamət üzrə həyata keçirilir. Mühasibə haqqında qanunda da müəyyən edilmiş belə deyək, normalara uyğun olaraq standartlar mövcuddur. Maliyyə hesabatlarının beynəlxalq standartı, kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartı və ictimai sektor üçün mühasibə beynəlxalq standartı. Və bu 3 istiqamət üzrə imtahan keçirilir. Hər imtahanda, hər fənn üzrə 2 mərhələdən ibarətdir. İmtahanın birinci mərhələsi maliyyə çotuna əsasən əks etdirir. İkinci mərhələsi isə qanunvericilik, vergi, mülki məcəllə, əmək məcəlləsi kimi qanunvericiliklə həll edir. İmtahanda 40 sual təqdim olunur. Onlardan birinci mərhələdə 30-u qapalı tipli və 10-u açıq tipli sualdır. İkinci mərhələdə isə 35-i qapalı, 5-i açıq tipli suallardan ibarətdir. İmtahanda maksimal bal 100 baldır və keçid balı 50 baldır. Yəni 50 bal və yuxarı toplayanlar, bir də hər 2 mərhələ verilməlidir, yoxsa? Bəli, hər 2 mərhələdən uğur qazanmış, müvafiq nəticəni göstərmiş şəxslərə sertifikat verilir. Bir istisna da qeyd edelim ki, ictimai sektor üçün 2 növ sertifikat mövcuddur. Orada 50 bal və üzərində nəticə göstərənlər üçün 2-ci səviyyə sertifikat verilir. 35-50 bal arasında nəticəsi olanlar isə 1-ci səviyyə sertifikat verilir. 1-ci səviyyə sertifikat yerli icra hakimiyyəti orqanlarında işləyən baş mühasiblər üçün yetərlidir. Lakin mərkəzi büdcədən maliyyələşən icra hakimiyyəti orqanlarında işləyən baş mühasiblər 2-ci səviyyə sertifikat almalıdır. Yəni 50 baldan daha yüksək nəticə göstərməlidirlər. Proqram bəs necə? Proqram vahiddirmi? O təqdim olunurmu, yoxsa necə? Bəli, imtahan proqramı bizim səhifəmizdə mövcuddur, imtahan proqramı. Dövlət İmtahan Mərkəzinin saytında. Bəli. Peşəkar mühasib bölməsinə daxil olanda orada görünür. Həm birinci mərhələ üzrə əhd etdiyi qanunvericiliklər, həm ikinci mərhələ üzrə bütün qanunvericiliklər qeyd olunub orada. Lap yaxşı. Bəs imtahanın aparılma texnologiyası ilə bağlı nə deyə bilərsiniz? Bu biraz geniş mövzudur. Qısa şəkildə əsas məqamlara toxunaq. Birincisi, biz ekspertlərlə işləyirik. Kənar ekspertlərlə mülki müqavilə əsasında ilk növbədə müvafiq tələblərə cavab verən ekspertləri bu işə cəlb edirik. Sonra buna müvafiq olaraq test bankının ehtiyaclarına uyğun bölmələr üzrə
sual sifarişi göndəriyorlar. Onlar sualları hazırlayıb müvafiq formada təqdim edirlər. Sonra qapalı zonada başqa digər 2 ekspert cəlb edirik. Bu suallar yenidən ekspertiz olunur. Nəticədə daha keyfiyyətli hala salınır, anlaşılan hala salınır və belə test bankına qəbul olunur. İmtahana bir neçə gün qalmış yenidən qapalı zonaya daxil oluruq və orada kompüterə verilən ixtiyari kodlar əsasında hər bölməyə aid suallar bizə təqdim olunur. Yəni orada elə bil ki, kimsə sual hazırlamır, sual yazmır. Sadəcə mövcud test bankından həmin o təsadüfi ədəd onu təqdim eləyirlər. O kompüter müəyyən generasiya eləyir həmin o rəqəmi və belə deyək də hazır vəziyyətdə artıq test blokunu çıxarır. Bəli. Ona görə əvvəlcədən kimsə müəyyənləşdirə bilməz ki, hansı sual düşəcək, nə formada düşəcək, bunu əvvəlcədən müəyyənləşdirilmir. Bu da konfidensiallığı tam şəkildə qorunmasına təmin edir. Və orada qapalı zonada təqdim olunmuş test suallarını yenidən ekspertiz edirik. Daha anlaşılan hala gətirmək üçün ehtiyac yarandığı düzəlişlər lazım olduğu halda. Yəni orada elə ki, düzəlişlər ancaq ehtiyac olanda, yoxsa belə əslində test bankına daxil olanda orada ekspertlər zaten onu ekspertizadan keçiriblər. Sadəcə düşünürəm ki, mövcud qanunvericilik aktları ilə bir daha yoxlanılır ki, bəlkə hansısa bir dəyişiklik olubdur. Çünki bilirsiniz, hər an tutaq ki, qanunvericilikdə hansısa bir dəyişiklik ola bilər və test bankında olan hansısa bir test tapşırığı köhnə qanunvericiliyə əsaslana bilər. Yəni bu məsələləri orada təftiş olunur. Onu deyim ki, onun üçün də ayrıca bir təftişimiz olur. İldə bir dəfə test bankı ümumiyyətlə təftiş olunur. Müvafiq hansı qanunlarda dəyişiklik olubsa, adətən əksər qanunvericiliklər ilin əvvəli dəyişiklik olunur. Bu da imkan verir ki, biz vaxtında onları təftiş edək. İstənilən halda hansısa bir zərurət yarandığı təqdirdə o dəyişiklik ola bilər. Bəs müəllim, suallar necə yoxlanılır? Bax, bu yoxlama prosesi ilə bağlı da mən istərdim izləyicilərimizə məlumat verəsiniz. Yoxlama prosesində belə deyək, açıq tipli, yəni yazılı işlər markerlər tərəfindən yoxlanılır, müvafiq ekspertlər. Deməli, biz dedik ki, həm qapalı tipli tapşırıqlar var, həm də ki, yazılı cavab tələb edən tapşırıqlar. Qapalı tipli tapşırıqlar bu avtomatik yoxlanma olur skaner vasitəsilə. Siz dediyiniz indi bu yazılı tapşırıqlar, bəli. Tapşırıqlar üçündür. Qapalı tapşırıqlarda hər hansı insan müdaxiləsi olmur, kompüter vasitəsilə avtomatik olaraq yoxlanılır. Yazılı işlər isə təbii ki, bütün beynəlxalq bu kimi imtahanlarda olduğu kimi bizdə də markerlər tərəfindən yoxlanılır və bu yoxlama üçün müvafiq tədbirlər, əvvəldən görmüş tədbirlər də var ki, müvafiq sual hazırlanarkən sualın meyarı da hazırlanır, yəni həlli üsulları da yazılır. Yəni düzgün cavablarda belə desək. Orada hər bir gediş, hansı gediş ki, ayrıca bal verilə bilər. Baxmayaraq ki, imtahan iştirakçısının qarşısında məsəl üçün belə deyək, 2 ballıq tutalım ki, bir bölmə daxil olub 2 ballı görə bilir. Amma marker yoxlayanda onun detalına ehtiyac varsa, detalını da görə bilir. 0.5 ola bilər, 0.25 detallı da ola bilər. Bu detallar o dərəcəyə kimi bölünür ki, həmin hissə müvafiq bir bilgi belə deyək, göstəricisi olsun. Yoxsa hər detala görə bölmürük. Misal üçün, mühasiblər yəqin ki, izləyir, onlara uyğun bir misal çəkə bilərəm. Torpaq dişli avadanlıqlar, məsəl üçün, standartı var. Bu standarta aid sualdırsa, orada daha anlaşılan hissəsini desək, torpaq dişli avadanlığın balans dəyəri tələb olunursa nə qədərdir? Onun amortisiyasını hesablayıb, sonra balans dəyərini hesablamalıdır. Ümumi olaraq bu hissəyə 2 bal verilə bilər, amma markeri yoxlayarkən bölünür ki, amortisiyanın hesablamasına ayrı bal verilir. Tutalım ki, 1 bal verilə bilər. Çətinliyinə görə bölünür o ballar, konkret deyil. Və sonradan balans dəyəri hesablanmasına 1 bal verə bilər və beləcə cəmi 2 bal olur. Bu bal, yəni amortisiyanın hesablaması bir bilgi tələb etdiyi üçün bu qədər bölünür. Bəzi iştirakçılar olur ki, onlar istəyir ki,
hər detala bölünsün, Bəli. daha da detala bölünsün. Bu düzgün deyil. Çünki bilgi tələb olunmayan bir yazı işinə bal verilə bilməz. Hətta bəziləri istəyir ki, elə həmən o çərçivəyə nə yazdılar, hansılar doğrudur, doğruların hamısına bal verilsin, yanlışlar nəzərə alınmasın. Təbii ki, belə olsa, bu da bilgi sayılmaz da. Bütün iştirakçılar sualda olan bütün rəqəmləri ora qeyd edib, hər cürə hesablamalar edib imtahandan keçə bilər. Bu da imtahanın bilgi ölçməsi sayılmaz. Ona görə hər bir yazılmış artıq hesablamalar, artıq rəqəmlər bal kəsintisinə səbəb olur. Ona görə imtahan iştirakçılarına belə deyək, tövsiyə edirik ki, çalışsınlar ki, maksimum suala diqqətlə oxusunlar ki, orada nə soruşulur. Yalnız o suala uyğun hesablamaları qeyd eləsinlər. Yəni kənar hesablamalar onlar üçün əslində əleyhinə olan bir belə deyək də, o nə isə yazırsa, hansı ki mövzuya daxil deyil, onların bal kəsintisinə səbəb olur. Aha. Həmçinin digər qaydalar da var orada. Məsəl üçün, bəzən iştirakçılar sualın həllini yazır, yekun nəticəni əldə edir, nəticəni cavab yerinə yazmır. Cavab yerinə yazmamağında bal kəsintisi var. Cavab yerinə yazmayanda biz 80% qiymətləndiririk həmən. Yəni onun üçün ayrıca yer nəzərdə tutulubdur ki, mütləq ora onu qeyd eləməlidir. Bu kimi məsələlərə diqqət eləsələr, daha yüksək nəticə əldə edə bilərlər. Faiq müəllim, bu həftə keçirilən imtahan elektron formada olacaqdır. Yəni kompüterlər vasitəsilə namizədlər öz imtahanlarını verəcəklər. Bax, bununla bağlı mən istərdim siz həm ümumi bir məlumat verəsiniz bizim izləyicilərimiz üçün, eyni zamanda nümayiş elətdirmək imkanımız burada var. Siz o demo versiyada bir o sistemi nümayiş elətdirəsiniz ki, indi həftənin bazar gününə qədər bizim namizədlərin imkanı var, vaxtı var, onlar bir baxsınlar. Eyni zamanda bu demo versiya imtahan iştirakçıları üçün hansı ki qeydiyyatdan keçiblər, onlar üçün açıqdır. Həmin o şəxslər daxil olub, deyək ki, o sistemlə əyani olaraq tanış ola bilərlər. Buyurun, siz nə deyə bilərsiniz? İmtahan elektron formada keçirilməsi, onu deyim ki, ilk növbədə bir çox məsələlərin həll olunmasına şərait yaradacaq. İlk növbədə otaq şəraiti, məktəblərdə bilirsiniz ki, bəzən şikayətlər olur ki, gün düşür pəncərədən və s. otağın temperaturu uyğun deyil, yaxud da ki, partalarda oturmağa öyrəşməyib müasiblər. Öz öyrəşdiyi, vərdiş elədiyi mühit yaranmış olacaq. Elektron imtahanlar binasında bu şərait vardır və bu əlavə stressin qarşısının alınmasına daha rahat imtahan şəraiti var da ilk növbədə. Bəli. Həmçinin kompüterdən istifadəyə biz müasiblər öyrəşmişik. Kağızlarında bəzən vaxt ikisinə səbəb ola bilirdi. Bu da daha operativ şəkildə sualları cavablandırmaqda bizə köməklik göstərəcəkdir. Deməli, imtahan demo versiyası Dövlət İmtahan Mərkəzinin səhifəsinə yerləşdirmişdir. dim.gov.az səhifəsinə daxil olmaqla bu imkandan istifadə etmək mümkündür. Səhifədə hal-hazırda birinci paneldədir. Bu həftə ərzində ilk paneldə olmuş olacaq. Ona görə tapmaqda da bir çətinlik olmayacaq. dim.gov.az səhifəsinə daxil olmaqla asanlıqla imtahanın demo versiyasına daxil olmaq olar. Amma yalnız bu imtahan iştirakçıları üçündür. Yəni ayın 5-də kimlər ki qeydiyyatdan keçiblər, bu demo versiyadan yalnız həmin o şəxslər yararlana bilərlər. Bəli. Həmin şəxslər öz istifadəçi kodu, yəni şəxsi kabinetdən daxil olduqları istifadəçi adı və şifrədən istifadə eləməklə demo versiyaya daxil ola bilərlər. Demo versiyanın üzərinə vurduqda bu şəkildə pəncərə açılır. Burada 3 istiqamət üzrə qeyd olunub. Hansı namizəd hansı istiqamət üzrə qeydiyyatdan keçibsə, o istiqamət üzrə imtahana başla düyməsini sıxmalıdır. İmtahana başla düyməsini sıxdıqda artıq ondan istifadəçi adı və istifadəçi kodu tələb olunacaq. Bunu qeyd etdikdən sonra artıq suallarla tanış ola biləcək və imtahan forması ilə tanış olmuş olacaq. İmtahan elektron formada keçirilməsi, gördüyünüz kimi burada qapalı suallarda seçim imkanı verir. Sonradan nəticəni dəyişmə imkanı verir. Yəni seçimi dəyişmək mümkündür də əlbəttə ki. Yazılı formatda olanda istər-istəməz qaralamısansa, sonra sənə əlbəttə, yəni korlanmış hesab olunur.
Amma elektron olanda daha rahatdır. Əgər səhv qaraladığını fikirləşirsə, səhv xananı seçdiyi, səhv bəndi, onda onu dəyişmə imkanına malikdir. Dəyişmə imkanı olacaq. Əvvəlki suallara qayıda bilərmi? Tutaq ki... Bəli. Yuxarıda burada qeyd olunub, hər bir sualın nömrəsi qeyd olunub. İstənilən vaxt, istənilən sualın üzərində sıxmaqla o suala keçid edə bilər. Əvvələ, geriyə. Həmçinin sualı cavablandırdıqdan sonra növbəti sualla bir-bir də keçid edə bilər. Hansı üsul iştirakçı yaradıcısa o şəkildə. Amma imtahanın müddəti yenə də 3 saatdır. Bəli. İmtahan vaxtının da burada qeyd olunmağı, saatın getməyi, bu da bir gözünün qabağında olur da, atmağına səbəb olur. İmtahan iştirakçılarından belə şikayətlər də olur ki, 5 dəqiqə tez bitirdi, 3 dəqiqə tez bitirdi, nəzarətçi belə tələb edib. Bu kimi şikayətlər olurdu. Artıq buna ehtiyac yoxdur, özü görəcək. Burada vaxt tamamilə sıfırlananda proqram bağlanmış olacaq. O vaxt ərzində yekunlaşdırmalıdır. Bəli. Sonra kalkulyator məsəl üçün proqramın özündə var, əlavə gətirməyə ehtiyac yoxdur. Yəni imtahan iştirakçıları bazar günü kalkulyator onlar gətirməlidir. Çünki proqramın özündə mövcuddur. Bu daha yaxşıdır. Təhlükəsizlik üçün faydalıdır. Kalkulyator bir cihazdır. Onun içərisində hər hansı bir təhlükəsizliyə maneə törədən bir Bəli, bilirəm, müəyyən o qurğular istifadə edirlər. Əslində bu imtahanın təhlükəsizliyi üçün doğru qeyd edirsiniz. Həm də şəffaflığı üçün vacib addımlardan biridir ki, biz belə deyək də əlavə cihazı kimdənsə istəmirik gətirsinlər, tələb eləmirik. Yoxlama prosesi də bizim üçün onda rahat keçmiş olur. Bəli. Elə mühasibələrin əksində çoxsu əl kalkulyatoruna deyil, daha çox kompüter vasitəsilə istifadə öyrəşib. Onu deyim ki, yazılı işlərdə Excel-də mövcuddur. Excel-in üzərindən, Excel bilgisi olanlar çox da böyük bilgi tələb olunmur. Onu deyim ki, yaşlı şəxslər də imtahanda iştirak eləyir ki, çox da kompüterin detallarını məlumatsızdırlar. Onlar üçün də bir çətinlik olacağını düşünmürük. Çünki burada adi istifadəçi səviyyəsində sizin bilginiz varsa, onu siz yerinə yetirə bilirsiniz. Bir o qədər funksiya tələb olunur. Bərabər işarəsi qoymaqla sadəcə olaraq rəqəmləri istədiyi kimi yaza bilər və nəticəsi enter vurub nəticəsini görə bilər. Və burada çalışsınlar ki, hesablamaları mütləq cavab xanasına qeyd eləsinlər. Az öncə qeyd elədiyimiz kimi mövcud qaydalara uyğun olaraq cavab yerinə yazılmayan nəticə bal itkisinə səbəb olur. Mütləq həmin o xanada onlar yekun nəticəni yazmalıdırlar. Bəli. Həmçinin artıq hesablamalar olursa, kağız üzərində bunu silmək olmurdu, qaralama olurdu, qarışırdı, yoxlama prosesini çətinləşdirirdi. Artıq burada səhv bir qeyd varsa, asanlıqla silə bilər, yenidən əməliyyata apara bilər. Artıq hesablamaları silməklə öz bal itkisinin qarşısını ala bilər. Çalışsınlar ki, artıq hesablamaları saxlamasınlar. Sualı tam şəkildə oxusunlar. Sualda nə tələb olunursa, yalnız o qeydlər eləsinlər. Eyni şəkildə... Nəticələr necə müəllim? Bunlar namizədlər o qapalı tipli tapşırıqların cavablarını dərhal öyrənə bilirlər, yoxsa o sonra təqdim olunacaqdır? Açıq tipli tapşırıqlarda mən bilən vaxt lazımdır onların yoxlanılmasına. Bu məsələ necədir? Bəli, qapalı tipli tapşırıqların nəticəsi dərhal elan oluna bilər. Bu haqda müzakirə gedir. Hal-hazırda hələ yekun bir qərar verilmir. Amma o özü, belə deyək də, imtahanı yekunlaşdıranda onu görə bilirmi? Görür, bəli, təbii ki, görür. Yekun nəticəsində, imtahanın yekun nəticəsi namizədin şəxsi kabinetinə yerləşdirilir. Orada hər bir sual üzrə neçə bal topladığı görsənir. Yəni, qapalılar üzrə belə deyək də, imtahanı başa çatdı və yaxud yekunlaşdırdı, o bilir ki, onun balı nə qədərdir. Sadəcə açıq tipli tapşırıqların yoxlanılmasını gözləyəcək ki, tam yekun balını öyrənsin. Ona görə indiyə kimi qapalı sualların nəticəsi dərhal verilmir ki, hələ bu imtahanda da nəzərdə tutulmayıb. Çünki bir o qədər yetərli deyil iştirakçı üçün. Digər imtahanlarda ola bilsin ki, qapalı sualında keçidi ayrı olsun və s. Bu kimi tələblər olanda müəyyən faydası ola bilər. Lakin peşəkar mühasibə sertifikatı imtahanında yekun nəticə
rol oynayır. Ayrılıqda qapalı sual üçün bir kriteriya yoxdur ki, qapalı sualdan filan qədər toplamalıdır, açıq sualdan bu Bu təbii, yəni olmadığına görə. imtahanın yekun nəticəsi Bu çox da əsasdır. böyük əhəmiyyət kəsb eləmədiyindən bu elanı hələ ki verilmir. Amma imtahanı yekunlaşdıranda görəcək, istənilən halda, yəni ekranda görəcək onu. Yox, hal-hazırda nəzərdə tutulmayıb o. Aha, nəzərdə Gələcəkdə tutulmayıb. ola bilər, müzakirə gedir. Aydındır. Bu kimi iştirakçıların da elə bir maraqları varsa bildirsinlər. Yəni hal-hazırda elə bir müraciət daxil olmayıb bizə ki, belə bir nəticə görmək istəyirik. Çünki mən düşünürəm ki, bir o qədər ehtiyac da duymurlar. Olarsa ola bilər, baxıla bilər, bu əlavə oluna bilər, onun bir çətinliyi yoxdur. Aydındır. Yazılı cavab tələb edən tapşırıqların, amma mənə elə gəlir ki, indi elektron formada ifadə elədiklərinə görə cavabları biz daha tez nəticəni verə biləcəyik. Əvvəlkilərdən təqribən nə qədər gözləyirsiniz ki, daha tez biz nəticə elan edə biləcəyik? Onu proses gedərkən izləyəcəyik, yəni tətbiq olunur. Bu birinci imtahandır. Tam demək olmaz. Təbii ki, müəyyən qədər fərq eləyəcək. Əsas odur ki, daha operativ yoxlamanın təşkilinə köməklik göstərəcək. Bir həftə gec ya tez, yəni ildə bir dəfə imtahan deyil bu imtahanlar. İldə mütəmadi keçirilir. Ona görə bunu bir həftə gec, bir həftə tez elanmağı mən düşünürəm çox da vacib deyil. Daha vacibi yoxlamanın daha operativ, daha dəqiq keçirilməsidir. Biz maksimum buna fokuslanmışıq ki, daha dəqiq və daha operativ, daha şəffaf keçirilsin. Ona görə vaxtı da buna uyğun maksimum nə dərəcədə mümkündürsə, o dərəcədə tez yekunlaşdırmağa çalışırıq. İştirakçıların sayından da asılıdır. Mən səhv eləmirəmsə 1500-dən artıq iştirakçı imtahan üçün qeydiyyatdan keçibdir. Əvvəlki imtahanda 1500 nəfər təxminən qeydiyyatdan keçmişdi. Bu imtahan vaxt aralığı az olduğuna görə biraz az qeydiyyatçı olubdu. Buna görə bu da yoxlama prosesinin daha tez olmasına şərait yaradacaq. Əsas məsələ qeyd elədiyimiz kimi iştirakçıların daha aydın, daha belə deyək, ekspert tərəfindən oxunan formada öz yazı işlərini qeyd eləməlidir ki, daha dəqiq nəticə alsınlar və onda da daha sürətli yoxlama prosesi gedə bilər. Ki, bəzən elə sual olur ki, elə formada yazılır ki, biz bir nəfərin cəmi bir yazı işinin yoxlanmasına yarım saat vaxt sərf etməli oluruq. Məsləhət təşrif və orada bir neçə digər ekspert cəlb edirik. Görüb burada həqiqətən oxunaqlıq yoxdur. Bu nəyi hesablamaq istəyib. Ona görə əslində indi oxunaqlıq mümkün olacaq, amma biraz hesablama qaydasında deyirsiniz ki, hansısa bir onun tərəfindən yazılmış hesablama qaydasında hansısa bir problem ola bilər. Bəli. Onu qeyd edim ki, bizim qaydalarda, yoxlama qaydalarında bu hissədə də çətinliyimiz olur. İmtahan iştirakçısı tam yazmır yazı işini. Qaydamız belədir ki, cavab yerinə cavab düzdürsə tam bal verilir. Amma cavab yerinə cavab səhvdirsə, artıq xüsusi hallar var ki, onlara uyğun olaraq gedişatlara bal verilir. Ona görə o gedişləri tam şəkildə ardıcıl qeyd eləməlidir ki, yoxlayıcı onu qiymətləndirə bilsin. Müəllim, bir sual da üzr istəyirəm mən verim. Tutaq ki, o hansısa hesablamanı o verilmiş hissədə aparmır, öz belə deyək, ağlında, beynində hesablayır və yekun nəticəni cavabı yazır. Bu halda qiymətləndirmə necə olur yəni bizdə? Cavab düzdürsə qəbul olunur. Cavab düzdürsə qəbul olunur. Çünki bilirsiniz, orta məktəb şagirdləri üçün düz indi fərqli imtahanlardır. Amma orada məsəl üçün yazılı cavab tələb edən tapşırıqlarda tələb olunur ki, siz o həll yolunu göstərin. Burada amma elə bir tələb yoxdur da deməli. Tam cavabdırsa tələb yoxdur. Amma iş orasıdır ki, cüzi bir səhv eləyə bilər. Halbuki işin 90%-ni həll eləyib, nədirsə bir yerdə cüzi bir texniki səhv edə bilər. Toplam 0,1-dən artıq və s. də bir formada texniki səhv əsasında yekun nəticəni səhv ala bilər. Bu onun 0 bal almağına səbəb ola bilər. Ona görə amma yazsa, o ardıcıllıqla yazsa, hər gedişin hansı ki balları var, o balları qiymətini ala bilər. Ona görə maksimum çalışsınlar ki, yazsınlar. Aydındır Faiq bəy. Nəsə var başqa əlavə eləmək istədiyiniz, yadınızdan çıxan və yaxud da ki, izləyicilərimiz, bizim imtahan iştirakçılarımız ona diqqət yetirsinlər, yoxsa elə mənə elə gəlir ki, əhatə elədik?
Düşünürəm ki, ilkin mərhələdə hətələdir. Suallar olarsa bizə yazarlar. Əlbəttə ki, bu altına. verilişin elə şərh bölməsinə də yaza bilərsiniz. Biz indi cavab verməyə çalışacağıq. Mən yönləndirəcəm əməkdaşlarımız həmin o suallara cavab versinlər. Faiq müəllim, çox sağ olun, təşəkkür edirəm. Mən imtahan iştirakçılarına da uğurlar arzulayıram. Dövlət İmtahan Mərkəzinin saytında imtahana buraxılış vərəqəsi yerləşdirilibdir. Mütləq şəxsiyyəti təsdiq edən sənəd və imtahana buraxılış vərəqəsini namizədlər özləri ilə imtahana gətirməlidirlər. İmtahan biz qeyd elədik ki, Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda, bu Bakıda, kompüterlər vasitəsilə, eyni zamanda Naxçıvanda, Dövlət İmtahan Mərkəzinin Naxçıvan regional bölməsində, orada da kompüterlər vasitəsilə keçiriləcəkdir. İmtahan saat 11-də başlayır, amma 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. Ona görə də diqqət yetirmək lazımdır, baxmaq lazımdır. Sizin imtahana buraxılış vərəqənizdə saat neçə qeyd olunubdur. Yəni siz saat neçədə imtahan binasının önündə olmalısınız. Bax, bu məsələlərə fikir vermək lazımdır ki, hansısa bir gecikmə və yaxud da ki, narahatlıq olmasın. Çox sağ olun, mən bir daha təşəkkür edirəm. Növbəti həftələrdə biz yeni mövzularla görüşünüzə gələcəyik. Sizi hansısa bir mövzu maraqlandırırsa, imtahanlarla bağlı olsun, fərqi yoxdur. Dövlət qulluğu ola bilər, buraxılış, qəbul imtahanları ola bilər, digər Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar ola bilər. Hansı mövzu sizi maraqlandırırsa, şərh bölməsinə yazın. Biz növbəti verilişlərimizdə həmin məsələlərlə bağlı da çəkiliş eləyək və sizə məlumatları təqdim eləyə bilək. Çox sağ olun.